Amerika Birləşmiş Ştatları və Ukrayna nümayəndə heyətləri Cenevrədə aparılan səmərəli danışıqlar nəticəsində Ukraynada sülhün əldə edilməsinə dair yenilənmiş çərçivə sənədi razılaşdırıb. Bu barədə hər iki ölkə rəsmilərinin birgə açıqlamasında bildirilir. Qeyd olunur ki, məsləhətləşmələr məhsuldar olub və hər hansı gələcək saziş Ukraynanın suverenliyinə tam hörmət göstərməli, dayanıqlı və ədalətli sülhü təmin etməlidir. Tərəflər yaxın günlərdə sənəd üzərində işi intensiv şəkildə davam etdirmək və Avropalı tərəfdaşlarla sıx əməkdaşlıq barədə razılığa gəliblər. Amerika Birləşmiş Ştatları dövlət katibi Marco Rubio bildirib ki, yenilənmiş sülh planının həyata keçirilmə potensialı yüksək qiymətləndirilir. Bildiyiniz kimi, təxminən 3 həftə əvvəl hər iki tərəflə müzakirə etdiyimiz və onların fikirlərini aldığımız bazı sənədi üzərində işə başlamışdıq. Prosesə cəlb olunduqdan sonra artıq hər iki tərəfin prioritetlərini, qırmızı xətlərini və əsas məsələlərini kifayət qədər yaxşı anlayırsan. Məhz bu da bizə həmin bazı sənədini hazırlamağa imkan verdi.